Herkese salam. Bu günləri sizin üçün gözəl bir reseptlə gəldim. Uşaqlığınızı xatırladacaq gözəl qoz-qoğalları hazırlamışam. Onun reseptini də sizinlə bölüşmək istədim. Buyurun, keçək reseptimizə. Əvvəlcə 4 stəkan unumuzu qabımıza əlavə edirik. Daha sonra 250 qram kərə yağını üstünə əlavə edib, uma çalına gələnə qədər əlimizlə qarışdırırıq. Uma çalına gətirdikdən sonra 1 stəkan şəkər tozunu əlavə edirik və qaşıq vasitəsilə qarışdırırıq. Qarışdırdıqdan sonra bir qabartma əlavə edirik və 2 yumurta əlavə edirik. Yarım stəkan qatıq əlavə edib qarışdırırıq. Əvvəlcə qaşıq vasitəsilə qarışdırırıq, daha sonra isə əlimizlə xəmir halına gətiririk. Artıq xəmirimiz hazırdır. Xəmirimiz biraz ələ yapışan formada alınır. Daha sonra biz bu xəmiri kiçik-kiçik hissələrə ayıraraq kiçik-kiçik kündələr halına gətiririk. Kündələrimiz də hazır olduqdan sonra qozları bişirəcəyimiz qəlibi yağlamaq lazımdır. Daha sonra qəlibin içərisinə hazırladığımız kündələri əlavə edib sobanın üzərində bişiririk və artıq onlar da hazırdır. Qozlar artıq bişdi, hazırdır. Bişdikdən sonra kənarlarındakiləri təmizləyirik və içərisinə qatılaşdırılmış süd də ola bilər. Onu biraz bişirib əlavə edə bilərsiniz, əgər karamel yoxdursa. Əgər karamel varsa, karamellə də belə içlərini doldurub hazırlaya bilərsiniz. Əziz xanımlar, əgər videoma bura qədər baxmısınızsa, mənə abunə olmağı, dəstək olmağı unutmayın və yorumlarda öz fikirlərinizi də bildirməyi unutmayın. Gələn videolarda görüşmək üzrə. Sağ olun, salamat qalın.